Salam, hər vaxtınız xeyir olsun. Bugün əlimizdəki mənbələrə əsaslanaraq çox, necə deyim, spesifik və bəlkə də mübahisəli bir mövzuya baş vururuq. Salam, bəli, söhbət alfa kişi düşüncə tərzi deyilən bir anlayışdan gedir. Və bunun məhz Red Pill fəlsəfəsi deyilən çərçivədə xəyanətin qarşısını almaqla necə əlaqələndirildiyindən danışacağıq. Yəni, niyə məhz bugün bu mövzunu seçdik? Çünki bu mənbələr iddia edir ki, bu düşüncə tərzi münasibətlərdə, xüsusilə də sədaqət məsələsində fərqli bir yanaşma təklif edir. Tamamilə məqsədimiz bu mənbələrdəki əsas arqumentləri, iddiaları, strategiyaları bir növ sizin üçün açıqlamaqdır. Təbii ki, tərəf tutmadan sadəcə təqdim olunanları nəzərdən keçirəcəyik. Gəlin başlayaq. Ümumiyyətlə, bu mənbələr Red Pill fəlsəfəsini necə təqdim edir? Nədir bu? Belə deyək, mənbələrə görə bu cəmiyyətin bizə təqdim etdiyi o romantik, idealist münasibət anlayışlarından bir qədər kənara çıxmaq cəhdidir. Yəni, çəhrayı eynəkləri çıxarmaq kimi. Bəli, bir növ elə. Və bunun əvəzinə kişi-qadın münasibətlərinin daha, necə deyəm, çılpaq, bioloji və sosial reallıqlarına fokuslanmaqdır. Mənbələr bunu belə təsvir edir. Və bu reallıqlardan biri kimi tez-tez vurğulanan bir anlayış var. Hipergamiya. Bu nə deməkdir mənbələrə əsasən? Hipergamiya bu kontekstdə çox mərkəzi bir yer tutur. Bu mənbələrdə izah olunduğu kimi, bu qadınların təbii olaraq, yəni şuuraltı olaraq özlərindən daha yüksək statuslu, daha güclü, daha çox resursa sahib kişilərə meyl etməsi tendensiyasıdır. Yəni, bir növ yuxarıya doğru partnyor seçimi instinkti kimi. Tam olaraq. Mənbələr bunu belə izah edir ki, bu, təkamül prosesində formalaşmış bir meyldir qadınların özləri və potensial nəsilləri üçün daha yaxşı təminat axtarışı ilə bağlıdır. Əlbəttə, bu, mənbələrin interpretasiyasıdır. Anladım. Bu, olduqca fərqli bir baxışdır. Bəs bu kontekstdə tez-tez adı çəkilən alfa kişi kimdir? Bu ideal necə təsvir olunur? Mənbələrdəki təsvirə görə, alfa sadəcə aqressiv və ya dominant biri deyil. O, ilk növbədə özünə möhkəm güvənən biridir. Özünə güvənən. Bəli, məqsədləri var, özünü daim inkişaf etdirir, fiziki, intellektual, maliyyə cəhətdən. Emosional olaraq sabitdir. Yəni, asanlıqla əsəbləşmir, qısqanclıq kimi zəifliklərini açıq şəkildə büruzə vermir. Liderlik keyfiyyətləri göstərir. Və ən əsası? Ən əsası, mənbələrə görə onun öz dəyəri başqalarının, xüsusən də partnyorunun təsdiqindən asılı deyil. O, öz dəyərini özü bilir və qoruyur. Maraqlıdır. Bu, mənbələrdə bəzən beta kimi təsvir edilən modeldən necə fərqlənir? Beta modeli bu mənbələrdə daha çox təsdiq axtaran, partnyorunu razı salmaq üçün öz istək və prinsiplərindən çox asanlıqla güzəştə gedən, münasibətdə daha çox tabe olan tərəf kimi göstərilir. Alfa isə əksinə, münasibətdə öz çərçivəsini qoruyur. Bu çərçivə məsələsinə qayıdacaq. İndi gələk əsas suala. Bütün bunların xəyanətin qarşısının alınması ilə nə əlaqəsi var? Mənbələr bu əlaqəni necə qurur? Hansı prinsiplər var? Bax, burada bir neçə əsas strategiya və ya prinsip önə çıxır. Birincisi, bayaq dediyimiz kimi, kişinin öz cinsi bazar dəyərini, sexual market value, SMV yüksək tutması və daim artırması. SMV, yəni cazibədarlıq və status. Bəli, geniş mənada. Fiziki görünüş, formada olmaq, yaxşı geyinmək. Maliyyə stabilliyi və ya potensialı, sosial status, ətrafdakıların hörməti, intellektual inkişaf, həyatda bir məqsədinin olması. Mənbələr deyir ki, kişi nə qədər yüksək dəyərli olaraq qəbul edilərsə, o zaman partnyorun hipergamik meylləri, yəni daha yaxşı axtarışı təmin olunur. İddia budur həm. Kişi özü ən yaxşı seçim olaraq qaldıqca, partnyorun başqa variant axtarma ehtimalı azalır. Bu birinci prinsip. Yaxşı, çox rasional səslənir, bir növ bazar iqtisadiyyatı kimi. Bəs ikinci prinsip nədir? İkinci vacib element emosional nəzarət və bayaq dediyimiz o çərçivəni, freymi qorumaq. Çərçivə nədir tam olaraq? Çərçivə, belə deyək, kişinin münasibətə gətirdiyi reallıqdır. Onun dəyərləri, sərhədləri, həyata baxışı. Mənbələrə görə alfa öz çərçivəsini qoruyur. Yəni, partnyorun emosional manipulyasiyalarına, qəfil əhval dəyişikliklərinə, əsassız tələblərinə qarşı soyuqqanlı olur.
Yəni qadının duyğularına qapılıb öz mövqeyindən geri çəkilmir. Düzdür. Öz dəyərlərindən güzəştə getmir və ən əsası emosional zəiflik, məsələn, həddindən artıq və əsassız qısqanclıq, yapışqanlıq kimi davranışlar göstərmir. Çünki bu, mənbələrə görə cazibəni azaldır və hörməti itirir. Bu biraz sərt deyilmi? Münasibətdə empatiya, həssaslıq kimi şeylər bəs, mənbələr buna toxunurmu? Bu əla sualdır. Bəzi mənbələrdə bu yanaşmanın potensial riskləri də qeyd olunur. Yəni, həddindən artıq çərçivə kontrolu emosional soyuqluğa, məsafəyə gətirib çıxara bilər. Həssaslıq və empatiya tamamilə rədd edilmir, amma bunlar kişinin çərçivəsini itirməsi bahasına olmamalıdır. Mənbələrin əsas arqumenti budur. Anladım. Deməli, balans məsələsi var. Üçüncü prinsip nədir? Üçüncü prinsip sərhədlər və seçimlərdir. Bu, çərçivə ilə sıx bağlıdır. Kişi öz sərhədlərini, yəni nəyin qəbul edilən, nəyin qəbul edilməz olduğuna aydın şəkildə müəyyən etməli və bunlara əməl olunmasını təmin etməlidir. Sərhədlər qoymaq. Bəli. Və eyni zamanda münasibətdən tamamilə asılı olmadığını nümayiş etdirməlidir. Buna bəzən gedə bilmə gücü deyirlər. Yəni, əgər münasibət onun fundamental dəyərlərinə ziddirsə və ya hörmətsizlik görürsə, o bu münasibəti bitirməyə hazır olmalıdır. Bu, qarşı tərəfə bir növ sənə ehtiyacım yoxdur mesajı vermək kimidir. Tam olaraq o deyil, amma yaxındır. Daha çox, mən səninlə olmağı seçirəm, amma özümə hörmətim hər şeydən önəmlidir. Və bununla bağlı olaraq, bolluq düşüncəsi deyilən bir şey də var. Bolluq düşüncəsi, yəni? Yəni, kişinin özünü yeganə seçim kimi görməməsi, onun başqa variantlarının da olduğu hissini yaratması, bu partnyorda bir qədər, necə deyim, itirmə qorxusu yarada bilər və onu münasibətə daha çox dəyər verməyə sövq edə bilər. Mənbələrin iddiası budur. Bu, artıq biraz manipulativ səslənir, elə deyilmi? Bax, elə bu nöqtədə işlər qəlizləşir. Bəzi mənbələrdə açıq şəkildə dread game deyilən taktikalardan danışılır. Dread game? Bu nədir? Bu, partnyoru onu itirmə qorxusunu çox incə, dolayı yollarla hiss etdirməkdir. Məsələn, başqa qadınların diqqətini cəlb etdiyini göstərmək, amma sədaqətsizlik etmədən və ya münasibətin gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaratmaq. Məqsəd, partnyorun kişiyə olan bağlılığını və cazibəsini canlı tutmaqdır. Amma bu çox riskli deyilmi? Əks təsir göstərə bilməz. Əlbəttə çox risklidir. Mənbələr özləri də bunun çox diqqətlə və nadir hallarda istifadə edilməli olduğunu, əks halda münasibəti tamamilə dağıda biləcəyini qeyd edir. Bu, ən mübahisəli taktikalardan biridir və çoxları tərəfindən qeyri-etik və manipulativ hesab olunur. Ümumiyyətlə, bu yanaşmanın tənqidləri nələrdir? Mənbələrdə bunlardan danışılırmı? Bəli, danışılır. Əsas tənqidlər bunlardır. Birincisi, qadınları və kişiləri həddən artıq stereotipləşdirmə riski. Bütün qadınların yalnız hipergamik davrandığını və ya bütün kişilərin alfa-beta kateqoriyasına sığdığını iddia etmək çox sadələşdirilmiş yanaşmadır. İkincisi, potensial emosional soyuqluq və empatiya əskiliyi. Bayaq dediyimiz kimi, həddən artıq çərçivə və nəzarət səmimiyyəti və istiliyi öldürə bilər. Üçüncüsü, bəzi taktikaların açıq şəkildə manipulativ olması. Və nəhayət ən vacibi. Heç bir strategiya xəyanətə qarşı 100% zəmanət vermir. İnsan davranışları çox kompleksdir. Düzdür. Beləliklə, əziz dinləyicilər, ümumiləşdirsək, bugün nəzərdən keçirdiyimiz mənbələr, alfa kişi və ya red pill düşüncə tərzini kişinin öz dəyərini artırması, emosional möhkəmlik göstərməsi və münasibətdə öz çərçivəsini qoruması yolu ilə partnyorun hipergamik meyillərini idarə edərək xəyanət riskini azaltmağa yönəlmiş bir strategiya kimi təqdim edir. Unutmayın, biz burada heç bir fikri təbliğ etmirik. Sadəcə bu mənbələrdəki iddiaları və baxış bucağını sizinlə bölüşürük. Bəli, məqsədimiz bu fərqli perspektivi anlamağa çalışmaq idi və düşünürəm ki, bu yanaşmanın əsas məntiqini çatdıra bildik. Əgər bu tip təhlillər, fərqli baxış bucaqlarının araşdırılması sizin üçün maraqlıdırsa, o zaman kanalımıza abunə olmağı unutmayın. Düyməni basın ki, yeni buraxılışlardan xəbərdar olasınız. Biz müntəzəm olaraq fərqli mövzuları, fərqli mənbələri bu şəkildə dərindən incələyirik. Aşağıda təsvir bölməsində bir link tapa bilərsiniz. coffee.com/oshil. Ora daxil olub bizə virtual bir qəhvə ismarlayaraq bu kontentin davamlı olmasına kömək edə bilərsiniz. Hər bir dəstək bizim üçün çox dəyərlidir. Bəli,
Dəstəyiniz bizi daha da həvəsləndirir və sonda hər zaman olduğu kimi sizin üçün bir düşüncə sualı. Hə, buyur. Yox, sən buyur. Ekspert kimi son söz sənin olsun. Yaxşı. O zaman belə bir sual üzərində düşünək. Bu mənbələrdə təsvir edilən daha çox özünü optimallaşdırmağa, strateji mövqe tutmağa, çərçivə nəzarətinə fokuslanan bu yanaşmalar, uzunmüddətli perspektivdə münasibətlərdəki o daha incə, daha həssas tərəflərə, yəni səmimi emosional bağ, qarşılıqlı zəifliyi qəbul etmə, dərin etibar kimi aspektlərə necə təsir edə bilər? Yəni, bu strategiyalarla dərin, səmimi bir bağ qurmaq mümkündürmü, yoxsa bu ikisi bir-birinə ziddiyyət təşkil edir? Bu barədə nə düşünürsünüz? Fikirlərinizi şərhlərdə bizimlə bölüşün. Çox maraqlı sualdır. Bizi dinlədiyiniz üçün təşəkkür edirik. Növbəti buraxılışlarda görüşənədək. Sağ olun.